Paytaxtın Nəsimi rayon Nizami küçəsində ambarların birində güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 14-ə yaxın texnikası və xeyli sayda canlı qüvvəsi cəlb edilir. Hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısı alınması üçün mübarizə tədbirləri davam etdirilir. Yəni burada iş yerim var. Bura arendadır. Buradakilərin hamısı arendadır. Bizdə havalandırmaya aid mallardır. Bir də içəridə istehsalat makinalarımız var bizim. Binada baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilmiş. Eyni ilə ümumi sahəsi 2400 kvadrat metr olan obyektin açıq alovla yanan hissəsi 360 kvadrat metr olmuşdur. Dediyim kimi hazırda yanğın məhdudlaşdırılıb, söndürülmə işləri həyata keçirilir. Ambardakı malların demək olar ki, müəyyən bir hissəsi alova o da məruz qalıbdır, amma böyük bir hissəsi mühafizə olunubdur. Demək olar ki, 2100 kvadrat metr obyekt ərazisi mühafizə olunub yanğından. Xəsarət alan yoxdur.